Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün müsahibəyə dəstək məqsədi ilə öncəki günlərin müsahibə suallarını paylaşım edirəm və qeyd edim ki, ilk olaraq fin kod. Bütün müəllimlər fin kodunu, şəxsiyyətin fin kodunu mütləq şəkildə əzbərdən bilməlidirlər. Bunu sizdən soruşa bilərlər və refleksiya nədir? Refleksiya bildiyiniz kimi refleksiya barədə sual mütləq ki, sizə ünvanlanacaq. Refleksiya nədir? Ümumiyyətlə, refleksiya müəllimə nə kimi köməyi vardır? Ümumiyyətlə, refleksiya müəllimə nə verir? Refleksiya etməklə şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür, özünün inkişafı barədə məlumata sahib olur, müəllim şagird irəliləyişlərini monitorinq edə bilir, müəllim nəticəyə uyğun olaraq konstruktiv rəy verə bilir və həmçinin müəllim növbəti addımını dəqiqləşdirir. Refleksiya effektiv aparıldıqda dərindən öyrənmə baş verir. Şagirdin refleksiya bacarıqlarını inkişaf etdirilməsi müəllimin öhdəliklərindən biridir. Refleksiya həm dərs zamanı, həmçinin də dərsin sonunda keçirilə bilər. Bəli, biz onu dərs prosesi zamanında, yəni müşahidə yolu ilə də keçirə bilərik. Və qeyd edim ki, digər sual icmalı danış qeyd ediblər müəllimlərdən bir neçəsinə. İcmalı sizdən soruşa bilərlər birini və daha sonra icmaldan ən çox müəllimlər belə sual ünvanlayırlar ki, məqsəd nədir, təlim nəticəsi nədir və yaxud da ki, meyar üzrə rəy verin. Meyar üzrə rəy verin deyən zaman siz orada konstruktiv rəy verməlisiniz. Hər səviyyə üzrə 4 səviyyə var. Səviyyələr üzrə konstruktiv rəy verməlisiniz. Və bildiyiniz kimi kimlərin ki 5 mövzu təqdim edilib, kimlərin ki icmalı yoxdur və yaxud konstruktiv rəy verməkdə çətinlik çəkir. Bu zaman icmalınız yoxdursa belə 5Y modelinə uyğun yazılmış icmallar əldə edə bilərsiniz. 0, 51, 437, 38, 67 və bu nömrə ilə əlaqə saxlayıb əldə edə bilərsiniz. Uğurlu dərsi necə təşkil edirsiniz? Əlbəttə ki, uğurlu dərs ilk olaraq müəllimin pedaqoji səriştəliyindən asılıdır və daha sonra biz dərsi motivasiya mərhələsi ilə daha yaxşı uğurlu edə bilərik. Konstruktiv rəy nədir? Konstruktiv rəydə əlbəttə ki, biz meyara əsasən rəy veririk və konstruktiv rəydə şagirdin nə etdiyini vurğulayırıq. Birinci səviyyənin şagirdi belə olsa, daha sonra nə etmədiyini şagirdə həssaslıqla çatdırırıq və gələcəkdə nə etməli olduğuna aid ona istiqamət verməliyik. Yəni şagirddə idrak fəallığı yaradır. Konstruktiv rəy gələcəyə yönəlik olmalıdır, spesifik olmalıdır. Və bildiyiniz kimi məktəbli kitabçasına şagirdlərin sual olunsa ki, sizə verilsə ki, nə yazılır? Əlbəttə ki, meyara əsasən rəy yazılır şagirdlərin məktəbli kitabçasına. Və təlim nəticəsi nədir? Əlbəttə ki, təlim nəticəsi bir akademik dərs saatı, yəni 45 dəqiqə ərzində hansı nəticəyə gedib çatacağıq, onun öncədən müəyyən olunmasıdır. Yəni bu öncədən müəyyən olunması o deməkdir ki, biz təlim nəticəsini şagirdlərə öncədən elan etməliyik və dərs başlamadan öncə şagirdlərə təlim nəticəsini elan edirik ki, şagird bilsin ki, hansı nəticəyə gedib çatacaq. Və gənc müəllimlərə necə kömək edirsiniz? Əlbəttə ki, gənc müəllimlərə kömək o ola bilir ki, biz məktəbin qayda qanunlarını, ümumiyyətlə necə davranmalı olduğunu məktəbdə izah edirik, yeni gəlib məktəbə və daha sonra nə kimi çətinliklərlə qarşılaşır, ona dəstək verə bilərik. Yaxud yeni müəllim olmasına baxmayaraq bizim də onlardan öyrəndiklərimiz ola bilər. Qarşılıqlı əməkdaşlıq şəklində digər kollektivimiz kimi yenə də əməkdaşlıq şəraitində, yəni olmalıdır bizim münasibətlərimiz. Və yaxud da ki, belə bir sual ünvanlana bilər ki, sinif idarə edilməsinə hansı yanaşmalar mövcuddur? Sinif idarə edilməsində sinifdə davranışla bağlı iki cür yanaşma görə bilərik.
Deməli, reaktiv yanaşma var və proaktiv yanaşma var. Reaktiv müəllimin baş verənlərlə bağlı həm deməli heç bir planı yoxdur. Öncədən problem baş verən zaman, yəni artıq bu zaman tutaq ki, zəlzələ baş verib, yaxud nə isə bir fövqəladə hadisə baş verib, yaxud lövhədən istifadə edir, ağıllı lövhədən işıq sönüb, nə isə həmin zaman başlayır, yəni başlayır qışqırmağa, şagirdə cəza ilə, hətta qorxu ilə reaksiya verir, sinifi müvafiq qaydada davranmağa məcbur edir. Amma proaktiv müəllimin baş verənlərlə bağlı öncədən bir planı vardır. Qabaqlayıcı tədbirlər həyata keçirir, problemin qarşısını necə almaq lazım olduğunu da çox gözəl şəkildə bilir. Yəni proaktiv müəllimin hər zaman bir B planı vardır. Və deməli bir də ki, müəllimlər sinifin yəni effektiv idarə edilməsi dedikdə deməli sinifin effektiv idarə edilməsi dedikdə nə başa düşürük? Hansı strategiyalar var? Əlbəttə ki, gözlənti, prosedur və qaydalar vardır. Sinifin effektiv idarə edilməsi strategiyalardır və konflikt həll etmənin hansı yolları vardır? Sinif iclaslarının keçirilməsi 3 yolu var. 3 dənə spesifik yolu var. Sinif iclaslarının keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyaları, müəllimin də özünün hər hansısa bir strategiyaları ola bilər bununla bağlı. Deməli, valideynin məktəbə cəlb olunmasına mane törədən amillər hansılar ola bilər? Valideyn iclaslarının ümumi keçirilməsi və konfidensiallığın gözlənilməməsi, yəni gizliliyin gözlənilməməsi ola bilər. Valideynin iş saatının çox olması və övladının təhsilinə vaxt ayıra bilməməsi, müəllimin valideynlə münasibət qurulmasına laqeyd yanaşması və ya gərəksiz sayması bunlar ola bilər. Valideynlə münasibət qurmaq üçün hansı strategiyalardan istifadə edə bilərsiniz? Sual olunsa sizlərə, əlbəttə ki, salamlama məktubu göndərə bilərsiniz dərs ilinin başlanğıcında. Valideynlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq lazımdır. Yaxud şagirdin irəliləyişi haqda qeydlər göndərmək, sinif saytının və ya xəbər bülleteninin yaradılması, pozitiv valideyn iclası keçirə bilərsiniz. Pozitiv məzmunlu zəng, e-mail, mesaj göndərə bilərsiniz. Formativ dəftər qeydləri, valideynin sinif fəaliyyətlərinə qatılmasını, yəni təşkil edə bilərsiniz. Valideynlə düzgün münasibət qurmaq üçün nəyə diqqət yetirmək lazımdır? Əlbəttə ki, təşəbbüsü ələ almaq, təkidli olmaq, ailə ilə empatiya yaratmaq lazımdır. Məxfiliyi qorumaq, yəni gizliliyi qoruyub saxlamaq lazımdır. Valideyni anladığını göstərməlidir müəllim. Yəni bunları mütləq şəkildə bilmək vacibdir. Bullying halı baş verərsə, bunu yəni necə aradan qaldırarsınız və yaxud da ki, bullyingin hansı növləri var, belə bir sual ünvanlana bilər. Yaxud da ki, şagirdlər arasında bullying var, bunu digər müəllimlərdən gizlimi saxlamalısınız? Əlbəttə ki, xeyr, gizli saxlamaq olmaz. Yəni digər məsələlər gizli qalmalıdır, amma bullying halı varsa, bu gizli olmamalıdır. Onu digər müəllim yoldaşlarınıza, kollektivinizə bildirməlisiniz ki, siz görmədiyiniz məqamları onlar görə bilər. Sizin yanınızda bu baş verməyə bilər, amma digər məqamlarda bu baş verə bilər. Ona görə də yəni kollektiv olaraq əməkdaşlıq formasında, yəni bunu aradan qaldırmalısınız. Bullyingin məqsədinə görə növləri var idi. Məqsədli, məqsədsiz, düşünülməmiş bullying, tədris bullyingi, bullinin göstərdiyi davranışa görə bullyingin növləri isə fiziki bullying, qeyri-fiziki bullying, verbal, qeyri-verbal və sosial bullying var idi. Vasitəli, vasitəsiz, xüsusi növ bullying var idi ki, bu kiberbullying idi. Və ümumiyyətlə, bullyingin növləri haqqında geniş danışmaq olar. Kanalımızda bullying haqqında qısa məlumat vermişəm.
və oradan da öyrənə bilərsiniz. Sağlam psixoloji mühit necə olmalıdır? Əlbəttə ki, müəllimlər, sağlam psixoloji mühit dedikdə şagird müəllimdən qorxmamalıdır, səmərəli, effektiv sinif mühiti olmalıdır. Müəllim-şagird valideyn münasibətləri düzgün qurulmalıdır. Şagird səhv etməkdən, risk etməkdən qorxmamalıdır. Dəstəkləyici mühit olmalıdır. Uşaq orada özünü özgüvəndə hiss etməlidir. Şagirdlər arasında ədalətli, demokratik mühit olmalı və əməkdaşlıq şəraiti yaradılmalıdır. Demokratik üslub, proaktiv yanaşma, müəllim şagirdə şəxsiyyət kimi yanaşmalıdır. Subyekt-subyekt münasibəti olmalıdır. Yəni interaktiv təlimdə dediyi kimi, yəni bu münasibət düzgün formada olmalıdır. Daha sonra isə deməli müəllimlər yəni iş formalarından hansı iş formaları var? Əlbəttə ki, fərdi iş forması, cütlərlə, qruplarla və kollektivlə iş forması var. Məqsəd nədən çıxarılır? Məqsəd alt standartdan çıxarılır. Alt standartın bilik hissəsində mövzu yəni bir ədəddirsə, o zaman alt standartı olduğu kimi təlim nəticəsi kimi qeyd edə bilərik ümumiyyətlə. Öyrənmə mühiti necə olmalıdır? Əlbəttə ki, öyrənmə mühiti şagirdlərin intellekt və öyrənmə tərzlərini nəzərə almaqla, şagirdlərə diferensial şəkildə yanaşılmış, bütün uşaqların ehtiyacları nəzərə alınmış şəkildə olmalıdır. Şagirdlərə məzmunu ifadə edərkən müxtəlif fəaliyyətlərdən istifadə etməli, tapşırıqları verərkən seçim şansı verməli və təqdim etmə zamanı onların intellekt və öyrənmə tərzlərini nəzərə alınaraq seçim şansı verilməlidir. Bu zaman şagirdlərə düzgün konstruktiv rəy verməli və səhvlərdən ustalıqla istifadə etmək formalaşdırılmalıdır. Və yaxud da ki, belə sual ünvanlana bilər ki, şagirdə mövzunu necə mənimsətmək lazımdır? Əlbəttə ki, şagirdlərə mövzunu mənimsətmək üçün müxtəlif fəaliyyətlərdən istifadə etməli, fərdilik nəzərə alınmalı və şagirddə kəşf etmə mövqeyi yaradılmalıdır. Düzgün fasilitatorluq etməklə bunu təmin etmək mümkündür. Fasilitator da kim idi? Yəni yol göstərən, istiqamət verən şagirdə. Şagirdin dərsə qarşı marağı yoxdursa, bu zaman nə edərsiniz? Şagirdin dərsə marağı yoxdursa, onun diqqətini cəlb edəcək şəkildə dərsi qurmalı, onun intellekt və öyrənmə tərzi nəzərə alınmalıdır. Potensialına uyğun olaraq, marağına uyğun olaraq tapşırıqlar verməklə şagirdin ehtiyacını ödəyib dərsə cəlb edə bilərik. Diferensial yanaşma nədir? Diferensial yanaşma fərdi və fərqli yanaşma deməkdir, müəllimlər. Məzmun standartı nəyə xidmət edir? Məzmun standartı başqa anlayışdır, məzmun xətti başqa anlayışdır. Yəni bunları qarışdırmayaq müəllimlər. Məzmun standartı nəyə xidmət edir? Əlbəttə ki, məzmun standartı təhsil alanların bilik və bacarıqlarına qoyulmuş dövlət tələbidir. Və qeyd edim ki, məzmun xəttlərinizi bilin, hər bir müəllim özünün fənninin məzmun xəttlərini bilməyi mütləqdir. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? Şagirdə fərdi yanaşmanı təmin edir, şagirdin ilkin bilik bacarığını müəyyən edir, şagirdin zəif, güclü cəhətləri müəyyən edilir, maraq dairəsi, yaşadığı mühit haqqında məlumat verir, müəllimə təlim strategiyasını düzgün qurmağa imkan yaradır, strategiyada çevik dəyişiklik etməyə imkan yaradır. Və diaqnostik qiymətləndirmə nə zaman aparılır? Birinci yarımilin və ikinci yarımilin ilk günü bölmənin və ya tədris vahidinin əvvəlində şagird sinifdən sinifə, məktəbdən məktəbə keçdikdə və diaqnostik qiymətləndirmə necə aparılır? Diaqnostik qiymətləndirmə vasitələri hazırlanarkən fənlər üzrə siniflərin sonunda gözlənilən deməli təlim nəticələrinə əsasən əsas bacarıqlar müəyyənləşdirilir. Həmin təməl bacarıqlara əsasən ölçülə bilən qiymətləndirmə meyarları müəyyənləşdirilir. Müəyyən edilmiş meyar və yəni indikatorlara əsasən qiymətləndirmə vasitələri hazırlanır və qiymətləndirmə üsul və vasitələri fənnin xarakterinə uyğun olaraq seçilir. Yəni bunu da nəzərə alın. Formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə şagirdlərin fəaliyyətlərini izləmək və düzgün istiqamət vermək üçün keçirilən qiymətləndirmədir ki, bu da şagird fəaliyyətlərinin dəyərləndirilməsidir. Şagirdi formativ qiymətləndirmə summativə hazırlayır.
Yəni risk tələb etmir, geri dönüşü olan bir qiymətləndirmədir və formativ qiymətləndirmənin nəticəsi harda qeyd olunur? Nəticələr formativ dəftərə və məktəbli kitabçasına yazılır. Məlumatları və şagird portfolyosunda da saxlanılır və müəllimin formativ jurnalında da qeyd olunur. Və formativ qiymətləndirmə nə məqsədlə aparılır? Keyfiyyətcə qiymətləndirmədir, fəaliyyəti izləyir, irəliləməni, geriləməni izləyir, geriyə dönəndir, formalaşdırıcı qiymətləndirmədir, öyrənmək üçün qiymətləndirmədir, alt standartın reallaşmasına yönəlib, bilik, bacarıq, yəni formalaşdırmağa və bilik, bacarığa hansı səviyyədə nail olmağa xidmət edir. Daha sonra dərsi müşahidə edən prosesdir. Uğur qazana bilməyənin səbəbi, bilməmənin səbəbi araşdırılır, inkişafı təmin edilir. Şagirdi həmçinin də öncə qeyd etdiyim kimi summativə hazırlayan qiymətləndirmədir. Konstruktiv rəy nədir? Gələcəyə yönəlmiş və idraki fəaliyyətə yönəlmiş olan rəy konstruktiv rəy adlanır. Bu zaman verilən rəy vaxtında verilməlidir, spesifik olmalıdır. Konstruktiv rəy bizə nə verir? Müəllim olaraq konstruktiv rəy şagirdlərin qarşıya qoyulmuş məqsədi həyata keçirmək, şagirddə açıq düşüncə tərzi formalaşdırmaq və ünsiyyət səriştəsinin formalaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Və rubrik nədir? Rubrik qiymətləndirmə şkalasıdır. 4 səviyyə üzrə müəyyən olunur. Meyarları olan deməli, bələdçi rolunu oynayan cədvəldir. 4 səviyyə üzrə deməli, aparılır rubriklərdə. Var idi analitik rubrik, var idi holistik rubrik. Yəni, bunlara da diqqət edək. Belə müəllimlər sizlər üçün çalışıb növbəti müsahibə suallarını izah edəcəm. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm və şərh bölməsində şərhlərinizi, suallarınızı yazıb ünvanlaya bilərsiniz, yaxud da qeyd olunan nömrə ilə əlaqə saxlayıb istədiyiniz sualları ünvanlaya bilərsiniz və onu da qeyd edim ki, kanalımıza abunə olub bizlərə dəstək olmağı unutmayın. Təşəkkür edirəm hər birinizə.